Bizi də müəyyən etdik, zəif yerlərimizi də gördük. Yəqin ki, bu deməli axşam yığışıb biz mövcud vəziyyətini təhlil edib bəzi tədbirləri reallaşdırmalı olacağıq. İlham Əliyevin sərəncamı ilə ölkə ərazisində sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün 85 milyon 869 min 260 manat ayrılıb. Vəsait aşağıdakı qurumlar üzrə bölünüb. Belə ki, Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat, Azər İşıq ASC-yə 15 milyon 8 min 260 manat. Sizcə, ayrılan 86 milyon manat sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılmasına sərf olunacaqmı? Fikirlərinizi rəylərdə yazın. Hələlik.